Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, biz yenə də Badamdardayıq. Elçin qardaşımızın yanında, hansı ki bizim əməkdaşımız Elçin bəyin yanında gəlmişik. Bizi gətirib Badamdardda çox sevdim bu həyəti. Allah sahibinə də gözəl günlər qismət eləsin. Buranı kim alacaqsa onlara da gələcəkdə gözəl günlər qismət eləsin. Sağlıqla yaşasınlar. Ev Badamdardda 3-cü massivdə yerləşir. 329 nömrəli məktəbə yaxın bir ərazidə. Küçələr asfaltdır. Kanalizasiya xətti çəkilib burada. Bu həyətin kanalizasiya xətti qoşulmayıb, amma arxa hissədən də qoşulmağa yeri var, kimsə istəsə. Ev xoşum gəldi. Əşyalı, modern, 400 kvadrat, 6 otaq, 5 dənə sanitar qovşağı evin daxilində. Elvinlə söhbət edirəm. Elvin orada yuxarıda dayanıb. Ora evin ümumi həyətin giriş hissəsidir, göstərəcəm sizə. Elvin orada dayanıb. Elvinə deyirəm ki, düzdür, burada biraz hava soyuqdur, amma ki, yayda istifadə eləmək olar da. Hovuzun 2 hissədə də yeri var. 2 hissədə də. Baxın, hovuzu burada da salmaq olar. Birbaşa verandaya, evin birinci mərtəbəsində görüntü ilə. Bu ev biraz bura baxır, onu bağlamaq olar, amma ondan əlavə olaraq, baxın, hovuz kim istəsə, burada da salmaq olar. Bax, burada da. Evin ön hissəsidir, evin ümumi həyətə baxan hissəsidir. Həyət hissəsi aşağıdadır. Sağ olsunlar, gözəl bir bağ sahəsi var, landşaft hissəsi var. Bura isə evin qarşısında oturmaq üçün verandadır. Burada da hər bir şey var. Hər şey var. Stol, stul, kreslolar, stollar, yelləncək və su hövzəsi, qaz sobası və manqal inşa olunub burada. İstifadə də olunur. Hələ qışda da istifadə edirlər. Gözəl bir yerdir. Buradan keçək. Ümumi giriş qapısı o tərəfdəndir. Göstərəcəm sizə. Buradan mən niyə başladım? Evin bütün fasadı, kabançıq daşlar və ağlay və metlaq daşlarla istifadə olunub, təmir olunub. Təmir olunub. Bura. Həyət də istifadə eləmək üçün sanitar qovşağıdır. Bura. Evin içərisində də sizə göstərəcəm buranı, amma sadəcə indi buradan qısa olaraq göstərirəm. Balaca bir otaqdır, iş otağı kimi. Yox, əl damı kimi istifadə olunur. Bura isə evin ümumi texnik otağıdır. İndi isə biz keçək buradan. Gedək, qalxaq yuxarı. Həyətin ümumi giriş qapısını göstərim sizə. Bir də evin ümumi giriş qapısından evin içərisində daxil olaq, evi bütöv olaraq gəzək, sizlərə təqdim eləyək. Qiyməti deyim Elvin buradan. Start olaraq qiymət 6 sot 400 kvadrat, əşyalı olaraq start qiymət 1 milyon 50 min manatdır. Onu sizə deyim ki, siz bilirsiniz ki, Badamdardda torpaqların qiyməti çox bahadır. Həddən artıq son zamanlar vəfi bahalaşıb. Yəni burada 60 minə, 70 minə torpaq tapanda müştərilər sevinir. Amma deyim ki, yoxdur, var. Sadəcə tapmaq lazımdır. Gəzmək lazımdır. Elçin getmə. Elçin qardaşımız da buradadır. Elçinlə də görüşək. Elçinlə də bizim YouTube, sən xoş gördük, YouTube izləyicilərimiz tanısın. Çünki mən burada çox gəlib gedə bilmirəm. Həm çox Badamdardda olam. Burada, üzr istəyirəm, Mərdəkanda olam. Ofisimiz oradadır. Amma fikrimiz var. Ola bilsin ki, Elmir Əmlakın ikinci filialın Badamdardda açaq. Elçin sizi hər zaman burada qarşılamağa hazırdır. Vaxtından asılı olmayaraq. Evin həyətdən, küçədən ümumi həyətə giriş hissəsidir. Darvaza pultla təhciz olunub, avtomatik olaraq açılır. Həyətə 4 dənə, 5 dənə maşın yerləşər. Bura isə piyada keçid qapısıdır. Bura isə evin ümumi giriş qapısıdır. İndi isə keçəcək biz evin ümumi giriş qapısından evin daxilinə. Dəyərli izləyicilər, biz hal-hazırda evin içərisinə daxil olduq. Belə bir planımız var Elvinlə. Biz istəyirik birinci, 3-cü mərtəbədən başlayaq təqdimata. 3-cü mərtəbədən belə başlayıb, çəkib hər şeyi sizə təqdim edib düşəcəyik birinci mərtəbəyə. Gəl, qalxaq. Mərmər, monolit betonla inşa olunmuş, çox bahalı təmirə və tikintiyə malikdir bu ev. Bir daha söyləyirəm, evdən, yerdən, həyətdən çox xoşum gəldi. Çox villalara gedirəm, çox həyətlər çəkirəm, çox bağlar çəkirəm.
Bu bağ deyil də. Bu yəni 4 fəsil yaşamaq üçün bir malikanədir, mülkdür. Biz hal-hazırda baxın, bu evin 3-cü mərtəbəsi mansard hissəsindəyik. Bu mansard hissədə əşyalar var. Evdə lazım olan əşyaların hamısını bura qoyublar. Buradan istifadə eləmirlər. Bu otağın evin üstüdür, bütöv olaraq verandadır. Birbaşa dənizə, demək olar ki, Batandardın 3-cü massivinə görüntüsü var. Bu otaqda da hər bir xəttlər çəkilib. Gələcəyində kim istəsə özünə dair bu otağı istifadə üçün yarada bilər. Kanalizasiya xəttindən tutmuş, isti soyuq suyuna qədər bütün xəttlər çəkilib. İndi isə düşək biz 2-ci mərtəbəyə. Evin mansard hissəsindən düşdüm ümumi giriş qapıdan 2-ci mərtəbəyə. Mən hal-hazırda 2-ci mərtəbədəyim. 2-ci mərtəbədə dəhliz, ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Dəhlizdə belə bir dolab var. İçərisində əşyalar var. Çox açmayacağım, amma bilirsiniz ki, dolablar var. Hamısı yığılıb. Tam yaşayışa hazır olan bir evdir. Keçən kimi sol tərəfdə bir yataq otağı var. Uşaq üçün nəzərdə tutub, Allah bütün balaları saxlasın. Yəni, bütün mebellər necə lazım dərs eləmək üçün. Sonra dolab, yataq dəsti var. Onu da deyim, bütün pəncərələr hamısı HBŞB sistemi ilə təchiz olunub. Hamısı, elektrik cihazları falan, hamısı brenddir. İnşallah kim gələcəksə görəcək yerində. Bu da 2-ci yataq otağı. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bəh, bu görüntüyə bax, aşağıdan sizə göstərəcəm buranı. Mərdəkanda belə bir villa çəkmişdik, yadımdadır. Qonaq otağı bütöv olaraq hündür, yuxarıda yataq otaqları var idi. Bu da eyni onun görüntüsüdür. Hündürlük aşağıdan göstərəcəm sizə. Qonaq otağından. 3-cü yataq otağı. 3-cü yataq otağı. Yataq otağın hər bir şeyi var. Yataq otağın daxilində sanitar qovşağı və orada jakuzzisi, vannası yerləşir. Yenə deyirəm, mən çox tərifləməyəcəm. Çox təriflədicə Elvin deyir ki, biraz az danış. Kimə uyğun olsa gəlib yerində bu villanın tikintisinin, təmirin, dizaynin və keyfiyyətli olmağın görəcək. Gözlə görmək lazımdır. Buradan da çıxıb, burada da kiçik bir eyvanı var. Həyətə baxan kiçik bir eyvanı var. İndi isə düşək 1-ci mərtəbəyə, orada olan qonaq otağı falan çox şeylər orada yerləşir. Oranı sizə göstərim. Bir daha söyləyirəm, qiymət start olaraq sənədlidir. Torpağında, evində kupçası çıxarışı var. Bütün kommunallar da yerindədir. Yaşayışlı olan bir evdir. Çox qəşəngdir. Kim alacaqsa xeyirli olsun. Gedək. Biz hal-hazırda düşürük evin 1-ci mərtəbəsinə. Hansı ki, necə deyərlər, evin demək olar ki, ürəyi buradadır da 1-ci mərtəbədə. Göstərəcəm sizə. Pilləkənlə düşən kimi burada çamaşırxana yerləşir. Quruducu, paltar yuyan, burada su hövzəsi, ütü stolu, burada ütülürlər, sonra soyuducular, dolab. O qapıda çıxır, hansı ki, həyətdən göstərmişdim sizə. Orada iş otağı və evin kombi otağı var da, texnik otağı orada yerləşir. Sonra bura 1-ci mərtəbədə yerləşən ümumi sanitar qovşağıdır. Bura gözəl bir, qəşəng bir, geniş, zövqlü, təmir olunmuş qonaq otağıdır. 2 hissəyə bölünüb qonaq otağı. Burada istirahət güşəsi, o tərəfdə yemək yemək üçün stol, kondisioneri falanı buranı hündürlüyü mənim çox xoşuma gəlir. Buradan var ki, birbaşa verandaya çıxış var. Sonra, indi isə burada sizə bir dənə yataq otağı göstərəcəm, sonra isə mətbəx otağı. Yataq otağıdır. Qaqaşımız burada kompüter oynayır. Və yataq otağının daxilində sanitar qovşağı. Bunu niyə yandırmamız? Artma tavandır. Gedək sonuncu da mətbəx otağını da göstərək. Bununla da bu təqdimatımız bitsin. Gəl, keçək mətbəxə. Bağlayacam mətbəx otağında. Biz hal-hazırda evin mətbəx otağındayıq. Gözəl, qəşəng. Allah bütün qadınlara, xanımlara, analara, bacılara
can sağlığı versin. Bura yəqin ki soyuducudur və yox, dolabdır. Soyuducular həm orada idi, bir dənə də burada var. Sobalardır, qab yuyan maşındır, qaz sobasıdır, aspiratorudur. Sonra burada dolabdır. Su hövzəsi tam mərkəzdə adanın yanında yerləşir. Bütün həyətin kamera xəttləri, kamera nöqtələri də hamısı buradadır. Elvin, bura bax, bizim şəkillərimiz və sənin şəklin burada. Bir dənə ki, buranı göstərim də sizə. Həyəti göstərmişdim, buranı da göstərim. Ev-eşevi sistemi ilə təchiz olunub. Çox keyfiyyətli və gözəl dizayna malik olan bu ev, bir daha söyləyirəm, Batandartda 3-cü massivdə 1.050.000 manat start olaraq satışa çıxarılıb, bizi tərəfindən çəkildi, sizlərə təqdim olundu. Təşəkkür edirəm sizə.